Çox adam düşünür ki, süni intellekt ağıllı robotdur. İnsan kimi düşünür, hiss edir və qərar verir. Əslində isə süni intellekt heç nə başa düşmür. O yalnız nümunələri tanıyır. Süni intellekt milyardlarla məlumatın içində təkrarlanan əlaqələri tapıb, onlardan nəticə çıxaran riyazi sistemdir. Yəni o, niyə sualını vermir. Sadəcə, belə olanda adətən belə olur deyir. İnsan bir şəklə baxıb, bu pişikdir deyəndə pişiyi anlayır. Süni intellekt isə minlərlə pişik şəklində qulaq forması, göz məsafəsi, kölgə düşməsi kimi detalları müqayisə edib ehtimal hesablayır. Əgər uyğunluq yüksəkdirsə, pişikdir deyir, amma pişiyin nə olduğunu bilmir. Ən maraqlısı budur ki, süni intellekt səhv etmədiyini sanır. O, tam əminliklə yanlış cavab verə bilər, çünki onda şübhə anlayışı yoxdur. Verdiyi cavabın doğru olub-olmaması onun üçün əhəmiyyət daşımır. Əsas olan statistik uyğunluqdur. Çox adam bilmir ki, süni intellekt yaddaşlı deyil. O, insan kimi keçmişi xatırlamır. Sadəcə ona öyrədilən məlumatların çəkisini daşıyır. Yəni sən ona yeni bir fakt öyrətdikdə, o bunu xatırlamır. Sadəcə daxili balansını dəyişir. Daha bir gizli tərəf. Süni intellekt yaradıcı deyil. Yazdığı şeir, çəkdiyi şəkil və ya verdiyi fikir hamısı əvvəl mövcud olan milyonlarla insan işinin statistik qarışığıdır. O, yeni fikir icad etmir. Sadəcə mövcud fikirləri fərqli şəkildə birləşdirir. Bəs qorxulu tərəfi nədir? Süni intellekt özü təhlükəli deyil. Təhlükəli olan odur ki, insanlar onun dediklərini sorğulamadan qəbul edir. Halbuki o, vicdanı olmayan, məsuliyyət daşımayan, səhvinin fərqində olmayan bir sistemdir. Ən sonda isə bir fakt. Süni intellekt insanı əvəz etməyəcək. Amma süni intellektdən düzgün istifadə edən insanlar, istifadə etməyənləri əvəz edəcək. Bizi izləməyi unutmayın.